Salam əziz və hörmətli dostlar, xoş gördük. Necəsiz? Umaram ki, yaxşısınız. Hala mənim əsli hesabımın hesabım bağlı, kamerası bağlıdır, yəni live-ı bağlıdır, eləyə bilmirəm oradan gələm. Bu hesabda da o qəd dostlarımızdan yoxdur və şeydir, bilmirəm ki, neyniyək. Dostlar, salam Səttar bəy, necəsiz? Şərəf xanım, salam əleykum. Çox sağ olun ki, gəlmisiniz. Ərz eləyim ki, bir sual soruşum, sonra davam eləyək. Dostlar, əcəba mən bu kitabın farsçasını oxusam daha faydalı olarmı? Yəni bu istimar və sümürgə kitabını farsça oxuyayım, yoxsa elə türkcə davam eləyim? Yavaş oxuram türkcə, çox yavaş gedir. Bir də var ki, bunu farsça. Nəzərinizə nə edək? Bu bir şeydir ki, dünəndən özümdən də soruşuram. Hər halda görək nə cür eləmək olar. Yəni bu bir məsələdir. Dostların necə fikri olsa bu haqda ki, bu kitabın farsçasını oxuyaq, yoxsa türkçəsini, sevinərəm ki, mənə xəbər verəsiniz. Əziz və hörmətli dostlar, Albert Məminin Türkçəyə çevrilmiş kitabını oxuram indilikdə. Sümürgəçi portresi və sümürgələşdirilmişlərin portresi adlı bir kitabdır. Kitab təxəssüsi kitabdır. Eyni halda həm political science, yəni siyasi elmə varid olur, həm tarixsel elmə varid olur, həm də psikoloji dedikcə türkçə ruhsal elmə girir, həm də toplumsal, yəni camiə şinasi bu elmlərə girilir. Onun üçün mənim də türkçəm zəifdir. Bunları da oxumadığım üçün çox yavaş oxuram və çox gücünə oxuram. Ona görə bu sualı qoydum ortaya ki, bəlkə dostlar köməklik eləyər. Əcəba mən bunun türkçəsini oxuyayım. Dostlarımız buyurur ki, türkçəsini oxu. Biri. Görək, bu bir sualdır. Əgər olsa mən bunu köməklik elərsiniz. Bəlkə, əlbəttə, bunun türkçəsini oxusam bəlkə 2 aydan çox çəkəcəkdir. Farsçasını oxusam bəlkə 20 günə də qutarıram bunu. Hər halda kitabın mən o yazıda yazıram ki, sümürgəçi və sümürgələşdirənlər. Kitabı beləsi müərrif edirəm. Mən təəssüflə çox dinləyə bilmərəm. Okey. Ancaq məncə türkçə olsa yaxşı olur. Biraz mənim türkçəm yavaşdır da, zordur Səttar bəy. Onun üçün deyirəm, bəlkə o cürsün. Gözüm üstə türkçə. Mən özüm də vallahi çox istəyirəm türkçə oxuyayım. Çünki dedim, bu əlan 4 dana heç olmasa elmi mənbəə biz türkçə oxumağa çalışıram. Mənim özümə çox faydalı olur. Qətən mən özümə oxuyanda saatda 12-13 səhifə oxuram, heç olmasa. Onun üçün dostlara da biraz izah eləyəndə bu gəlir olur bir səhifə yarımzat, biraz oradan. Yoxsa darıxmam yoxdur. Təbii ki, zaman qoyub, nə qədər əlbəttə mən bu kitabı nə qədər oxuduqca belə zehnim özümün açılır. Yəni bunu deyim ki, hətta sonra bunun haqqında otururam, yazıram bir şeylər, onda fərqli çıxır. Hətta belə düşünürdüm ki, bəlkə eyni halda ki, bu kitabı oxuram, bu kitabı ərəb əlifbasına da çevirəm. Ki, həm ərəb əlifbası ola, həm də öz fikirlərimdə ki, yazıram, o da ola. Biz sonra bir dənə kitab alaq ərəb əlifbasında, türkçədə bu haqda və eyni halda bunu da düşünürəm. Dostlardan da olsa biri bu işi görsə çox gözəl olar. Hər halda, səhifə 37-dir, PDF səhifələri 37-dir, amma çap səhifəsi ilə geçsək qabağa 28-ci səhifədəyəm. İkinci sətridən belə deyir ki, Fransa-Tunes müzakirələrində Fransız hökumətinin özəlliklə kültürel alanda göstərdiyi görəcə iyi niyyət, ardından da sümürgə liderlərinin həmən boyun əyməsi bazı saf insanları şaşırtdı. Çox görürük ki, Tuneslilərlə Fransəlilər oturublar, müzakirə edirlər. Diqqət buyurun, bu çox gözəl. Yəni biz bir dənə kitab oxumalıyıq müzakirə haqqında. Bu türkçəsini mən tapmışam,
bir 2 ay bundan, 3 ay bundan qabaq da onu tanıtdırmağa çalışdım. O kitabı çox gözəldir. Bizim üçün dərdimizə dəyər. Müzakirə özü, biz uduzduqlarımız türklər. Türklər tarixdə savaşda uduzmayıblar, müzakirədə uduzublar. Mütəəssifanə. Və məşrutədən bu günə qədər Güney Azərbaycanlılar savaşda uduzmayıblar, müzakirədə uduzublar. Baxın, məşrutədə müzakirədir. Azərbaycan hər şeyi əldən veribdir. Farslığa dönmək, türklərin farslaşmağı müzakirə içindədir əslində. Yəni bir növ qeyri-müstəqim, qeyri-siyasi müzakirədir. Gedir orada. Sonra Xumeyni dövründə biz müzakirədə aradan getmişik. Əslində heç müzakirəyə girməmişik əslində. Ya elə təslim olmuşuq. Qanun əsasında təslim olmuşuq. Yəni müzakirə, əslində müzakirədir da qanun əsası təsvibi. Amma orada biz olmuşuq. Şeyx Məhəmməd Xiyabani yox, amma Pişəvəridə biz müzakirədə sınmışıq. Savaşmamışıq. Yəni biz müzakirədə təslim olmuşuq, silahları təslim vermişik, onlar gəliblər qətliam eləyiblər. Əsli gözəl misdaqı budur. Yəni biz heç vaxt deməmişik ki, bu müzakirənin bir xarici ya beynəlmiləl ya bir qonşu bunun zaminı olsun. Bu sözlərin doğru olub olmamağının farslar buna inanacaqlar, inanmayacaqlar bunu. Biz burada bir çox böyük, tarixdə böyük başımıza börk geçibdir. Daimən müzakirədə şikəst yemişik. Heç vaxtdan savaşda, heç olmasa savaşda az şikəst yemişik və az ölü vermişik. Müzakirədə həm çox şikəst yemişik, həm çox xəsarət vermişik. Məsələn, fars dilinin İranda rəsmi olması bizə bundan böyük şikəst olmaz. Çünki bizə ruhsal olaraq mali, coğrafi, hər səhətdən, yəni bizə şikəst veribdir. Biz müstəmirə vəzindən geçmişik. Yəni Əlcəzairlər müstəmirə idilər, Tunislər müstəmirə idilər Fransaya. Amma dillərini də oxuya bilirdilər azdan çoxdan. Amma bizim bu günləri heç zadımız yoxdur. Niyə? Çünki biz müzakirədə uduzuruq. Bizim insanlarımız çox, indi burada deyəcəkdir, dedi, yəni oxuduq da, dedi ki, müzakirələrdə Fransa hökumətinin özəlliklə kültürel alanında, alan ərsə meydan, ərsə ərəbcədir, meydan, alan, deyir bu kültürel, yəni dünən dedik fərhəng, fərhəng dedik o şeydir ki, bir nəfər onu yaratmaz ya bir quruh yaratmaz və onun müdiriyyəti də olmaz. Dildir, ədəbiyyatdır, musiqidir, bunlar bir nəfər yaratmır və bunun müdiriyyəti də onun əlində deyil. Bu cür bir şeylər fərhəngdir. Deyir ki, o müstəmirə, sümürgəçinin kültür alanında olan adamları, dövlət adamları göstərdiyi görəcə iyi niyyət. Deyir, gözlə göstərəcək bir iyi niyyət göstərdilər kültürəllilər. Onun üçün nə oldu? Ardından da sümürgə. Sümürgə olur Güney Azərbaycan məsələ. Neynədir? İndi farslar bir iyi niyyət məsələn göstərirlər. Türk dili elə olacaqdır, mədrəsədə dərs deyiləcək. Bunlar zahirən bir göstəricədir. Kültürel sahədə prezidentlər gəlirlər, bir-iki dənə şüar verirlər və biz neynirik? Eyni müzakirədir bu. Bu bir müzakirədir dostlar. Yəni fikir eləməyək ki, indi biz çıxırıq deyək ki, futbol meydanında, xiyabanda Türk dilində mədrəsə olmadı hər kəsə, o tərəfdən də buna cavab gəlir. Türk dili dərs oxunacaqdır, qanun keçiləcəkdir, nə bilim 2 saat, 4 saat, 1 saat, yarım saat. Bu o müzakirə düzdür, burada 2 dənə müzakirəçiləri biz görmürük. Amma bir millət ilə bir dənə dövlətin müzakirəsi ortada görürsünüz ki, cavab verir. Bu cavab indi əcəba niyyəti olmur, bu o toğlanmaqdır ki, burada Tunisliləri toğlayıblar, biz də o cürsü toğlanırıq. Onlar bir xoş niyyət göstərirlər, yəni fəqət niyyət. Okey, mənim niyyətimdə var idi ki, səni öldürməyəm, amma öldürdüm. Bu niyyət beləsidir. İndi deyir ki, kültürel alanda göstərdiyi görəcə iyi niyyət.
Bunlar bir iyi niyyət göstərdilər. Ardından da sümürcə, yəni Güney Azərbaycan ya Tuneslilər liderlərinin, onların liderləri, orada əlbəttə liderlərlə danışırlar. Burada da bilirik ki, biz hər halda dostlarımız görüşürlər, nümayəndələrlə, dövlətlə, zadla danışırlar. Həmən boynu əymiş. Bu həmən elə bunlar ki, biraz iyi niyyət göstərdilər. Okey, biz sizə bir imkanlar verərik, boyunları nəydilər? Təslim oldular. Boyun əymək, yəni təslim olmaq. Beləsi. Boyunların əydilər, əyməsi bazı saf insanların, saf sadə, ağılsız, tez inanan, məsələn, mən bu sözü bir dəfə demişəm, dostların ayrıhan da olublar, amma bir kərə də deyim, neçə dəfə demişəm əlbəttə, pişəvəri rəhmətlik, məclisə gedincan, məclisdə etibarnaməsi rədd oluncan paniranisti. Ömrünün əvvəlindən sonuna qədər. Paniranisti panfarsıdır. Bizim hamımıza da. Hamımızda o sürəci yaşırıq. Mütəəssifanə. Elə ki, bunun etibarnaməsi məclisdə rədd olur, deyirlər, sən nümayəndə ola bilməzsən, ondan sonra qeydir Azərbaycan türkçüləşir, Azərbaycancılaşır, türkçüləşmir, Azərbaycancılaşır. Pişəvəri. Sonra görürük ki, yenə də farsçılıq bunda özün göstərir, panfarslıq, paniranislıq özün göstərir. Üçün Tehrana gedir, müzakirə eləyir. Nə deyir ki, məsələn, bu müzakirənin dalısında deyək ki, İngilis dursun, Amerika dursun, o zaman gücləri İngilis dursun, Türkiyə dursun, heç birisini demir. Yəni, heç zəmanət qoymur. Farslarla bir dənə imza imzalırlar, okey, bizim adamlarımızı öldürməyəcəksiniz, bizim fədailərimiz ki, müsəlləh qüvvələrimiz də ərteşdə istihdam eləyəcəksiniz, jandarmerdə istihdam eləyəcəksiniz, bizim adamlarımızın əmniyyəti olacaqdır, bizim dilimiz belə olacaq, maliyyatımızın bir beləsi sizə qalanı bizə qalacaqdır. Bunları yazırlar, amma elə ki, heç zəmanəti yoxdur, icrai zəmanəti yoxdur. Gəlir və mütəəssifanə aradan gedir. Şaşırtdı, yəni nə oldu? Onları mütəəccib elədi. Şaşırtmaq, mütəəccib eləmək. Bunun nədəni burjuvazinin və sümürgənin aydın mənsublarının sümürgələşdirmənin özünün bayrağının prestiji, kültürel yayılmacılıq, hətta hökumət denetimi ilə devlət personelinin korunması olmadığını bilmişdir. Dostlar, burada da deyir ki, niyə belə oldu, niyə onlar Fransəllər bir iyi niyyətçilik göstərdilər, bunlar təslim oldular. Bunu istəyir. Deyir ki, bunun nədəni, yəni səbəbi, illəti, səbəb və illət hər ikisi ərəbcədir. Fikirən farsda çəra gələcək yerinə, çərayi. Deyir ki, bunun nədəni burjuvazi. Burjuvazi bizim dilimizdə xan, ərbab sistemi. Bunda farslar buna görə ki, İranı yuvalar, bir ayrı bir sistem qoyalar, fars tarixçiləri, həm panfars, paniranist, həm sosyalist, komünist, solçu tarixçilər, həm də dinci tarixçilər. Gəliblər İranda vaqiiyyətlər istəyiblər, inkar eləyərlər. O inkarın əsasında bir dənə tarix düzəllərlər. Məsələn, Marksizmin teorisini İranda rədd eləyərlər. Cəlibdir, Misirdə də bu işi görürlər. Deyirlər ki, bərdədarı yoxdur, nə bilim, burjuvazi yoxdur. Yox, elə burjuvazi nə iş görürdü Avropada, həman işi İranda biraz böyük, biraz kiçik görürdü da. Yəni, həməndir. Burjuvazinin və sümürgənin, sümürgədə ki, oluruq dedik da, biz oluruq. Məsələn, Güney Azərbaycan sümürgə mohiyyədir. Aydın mənsubları, mənim kimi insanlar ki, özlərin aydın bilirlər. Dedim, bir kitab vardı, onu gələ yoxuyaq biz. Roşən fikri necə bir şey, məsuliyyəti və nədir və nişanələri nədir? O kitabı da oxumalıyıq. Biz görək ki, aydınlar, aydın mənsubları, onlar ki, özlərin aydın bilirlər. Bunlar niyə o rahatlıqda toğlandılar? Sümürgələşdirmənin özünün, bu sümürgələşdirənin, yəni biz ki, sümürgələşmişik. Bizim, baxın, əsli
sümürgə bizim zehnimizin sümürgəsi olmasıdır. Bizim zehnimizin müstəmirə olmasıdır. Bizim zehnimiz onların əllərinə keçəndən sonra onlar nə cür istəsələr eyni bir əldə belə xəmir oynadarlar, ona şəkil verərlər, qiyafə verərlər. O xəmirlərdən ki, mədrəsədə uşaqlar bundan oynarlar, onlardan olaq. Bizim zehnimiz onların əlində olursa, onlar istədikləri şəkil formatı buna verərlər və biz o formatda hərəkət edərik. Deyir ki, sümürgələşdirənin özünün bunun bayrağının prestiji yoxdur. Bayrağı yoxdur. Güney Azərbaycanın bir rəsmi olaraq tamam millət qəbul eləsin, bunun dalasına düşsün, bayrağı yoxdur. Hər hizbin özünün bayrağı var, tamam. Bir dənə də qırmızı bayraq seçilibdir, amma traktorun bayrağı məsələn hizblərin bayrağından güclüdür. O halda ki, Güney Azərbaycan bir dənə bayrağın üstə təvafuqa yetişməlidir. Və bu bayrağın prestiji olmalıdır. Yəni, içəridə çıxır, əvəzin ki, traktorun bir dənə timin bayrağını götürə, o millətinin, dövlətinin, vətəninin bayrağını götürəcəkdir. Onun prestiji olacaqdır. Onu vuracaq sinəsinə, çıxacaqdır rejimin qabağına. Bu mənim toprağımdır, bu da mənim bayrağımdır deyə öləcəkdir. Niyə? Çünki o prestij verir sənə. Niyə o farsların ittihadı bizdən çoxdur? Niyə Əfqanistanlıların ittihadı bizdən çoxdur? Niyə hər məmləkətin ki, dövləti və bayrağı var və pulu var və ordusu ya var ya yoxdur? Bu dövlətin insanlarında dövlətçilik və birlik fikirliği azdan çoxdan yaranır. Orada burjuvazisi də, sərmayedarı da bunu düşünür, milli düşünür. Bizdə yoxdur, bizdə pan-İranist düşünür. Panfarsist düşünür. Niyə? Buna görə ki, bizdə bayraq da yoxdur. Simgədir bayraq, bizi birləşdirəndir. Kültürel yayımcılıq şeydir, yəni yayılmaq da, göstərilir şödən. Bunda kültürel yayımcılıq, diqqət buyurun, məsələn, Fransız dili bir zaman İranda camiə-şinasi kitablarına baxın, hamısı şeydir, Fransa'dan gəlmədir. Lüğətlərin hamısı Rıza Şah zamanından qabaqdan indi Fransa'dan gəlmədir. Teknoloji sahədə Rıza Şahdan sonra Almanca olur. Teknoloji sahədə. Lüğətlərə baxsaz. Sonra da İngilisi. Bu indi İngilisi dili yayımlaşıb dünyada. Bu o yayımcılıqdır. Yəni bu özü müstəmir edir, sümürür o insanları. Kültürel yayımcılıq hətta hükümət denetimliyi, yəni hökumətin özünün təcrübə elədiyi bir şeylər devlət personel latincə sözdür, yəni işçiləri, devlətin işçiləri korunması, bunların nə cür korunması da vardı, olmadığını bilmişdir. Deyir ki, hər halda bunlar bilmişdilər ki, bizim adamlarımız prestijli bayrağımız yoxdur, ordumuz yoxdur, adamlarımızı, personelimizi qurusun və personelimiz də yoxdur işləsin. Dünənləri dostların birinin tarix bəhsinə qulaq asırdım. Hər halda onu keçək kitabımızı oxuyaq. Təməl yeni ekonomik üstünlüklər kurunursa, hər alanda taviz verilməsindən mümkünlük duyulurdu. Deyir, əgər təməl yeni əsas, paya, bünövrə, zirbənayı, yeni ekonomik üstünlüklər, üstünlük yəni bərtəriha farsca, üstünlüklər. Əgər taza bir üstünlük, bərtəri, nəcadpərəstanə bir üstünlüklər qurulursa, nə olar? Kurunursa, hər alanda, hər ərsədə. Baxın, iqtisad buna görə deyirlər payadı da. Marx da, o son peyğəmbər də ki, Marxdır. O da deyir, iqtisad bönövrədir, payadır. Hər şey iqtisadın üstündədir. Mən biraz bundan müxalifəm, amma bəzi yerdə görürük, düz gəlir. Çünki deyir, əgər bir təməl, əsas bir iqtisadi bir vəziyyət hakim olursa, bərtərlik verirsə bir qrupa, nə olar? Hər alanda təviz verilə bilməsindən məmnunluq duyular. Yəni, deyir, hər alanda, hər sahədə, fəqət iqtisadinin təsirinə baxına, tezdir o,
üzr istəyirəm, sentezdir, hər nədir o ayrısı. Tez, antitez, sentezi bu olacaq. Sentezi nə olacaq? Hər alanda, hər ərsədə, meydanda təviz verilər. Yəni, qabağı alınar. Onun bir şey alar onun qabağında. Verilməsindən məmnunluq. Məmnunluq, yəni şadlıq. Bu iki deyirik, məmnunəm, farsça yazanda. Yəni, sevinirəm, şadam. Onu deyir. Deyir, duyulmaq da, yəni hiss etmək. Duyular. Hər halda deyir, əgər bir qrup sümürgəçi bir bərtəri iqtisadi alsa əlinə, bir iqtisadi üstünlük alsa əlinə, o hər sahədə özün görsədər və sevindirici olar müstəmiriçiyə. Mendes Frans o ünlü Yıldırım gezisini yapabildiysə, bu onların rizasıyla və içlərindən birinin koruması altında oldu. Orada bir nəfər indi o müzakirədə bir nəfər məşhur bir adam da hətmən, məsələn, fərz edin ki, dövlət baxanlarından biridir, Fransa dövlətinin, gedib orada müzakirədən sonra deyir ki, mən istəyirəm bir Tunesi dolanam. Burada deyir ki, Tunesi bu adam dolandı, diqqət buyurun, bunu deyir, əmniyyətlə. Onu deyir ki, bu əmniyyəti sümürgəçi təmin edir. Mən təmin edirəm Güney Azərbaycanda. Əgər Əhməd İnir gəlir, rəis cümhur gəlir, mən çıxsam, onu vursam, onu bir daş atsam, ona bir badımcan atsam, o bilər ki, mən müxalifəm. Amma mən geçsəm o danışlarına biraz da alqış çalsam, o, təbii ki, biz ondan himayət eləmişik. Yəni, sümürgəçidən himayət eləmişik. Deyir ki, Mendes Frans adında bir nəfər ünlü, məşhur adam Yıldırım, yəni rəd-o-bərq farsca, elə İldırım gəzisi, yəni çox sürətlə dolandı, yapabildiysə, əgər bir İldırım gəzi, bir İldırım şəkildə bir müsafirət elədi, Azərbaycanı dolandı, yəni qıssa və şeydə dolandı, deyir, bu onların rizası ilə, bunlar bizim rizayətimizlə və içlərindən birinin, bizim içimizdən bir neçə nəfərin korunması altında oldu. Deyir, biz onu qoruduq, ona əmniyyət verdik. İndi diqqət buyurun, Azərbaycanda tamam məsullar, Güney Azərbaycan, Türkmən Səhra, Xorasan türkləri, Türkmənistan, Cənubi, Güney Türkmənistan. Bunlarda əgər bir İranlı, bir fars ayaq qoyur, orada rahatca dolana bilir. Burada bir iddə insanlar onların rahatçılığını təmin edir. Bunlar adları türk, amma düşməndilər. Düşmənin məmurudurlar. Ustandardır, fərmandardır, müdir kuldur, rəis polisdir, nə bilim nədir, filandır. Əgər bu polislər vaqəən Azərbaycancı olsalar, klaşı, tüfəngin çəkər, koltuğun çəkər, tax bu məsula bir dana vurar, qışqırır, gedər zindana, gedər eydam olar. Ki, sən mənim vətənimi işğal eləyə bilməzsən. Amma bizim vətənimizdəkilər gedirlər, ona sərbaz olurlar və biz onların da ölənlərinə şəhid deyirik. Burada bəllidir ki, biz nə millətimizi tanıyırıq, nə vətənimizi tanıyırıq. Nə də bilirik ki, kimin əskəri olmalıyıq, kimin əskəri olmamalıyıq. Axı biz düşmənin yolunda ölsək, bizə şəhid deyə bilərik. Bu qədər insanın beyni yuvularmı? Bizim adamlarımız gedirlər, Farsa şey dururlar, gedirlər, Kürdlərinə savaşırlar. Tamam, Kürdünə bizim müşkülümüz gələcəkdə ola bilər. Amma bizdən ötürü ölmür bu Azərbaycanlı sərbaz gedib ki, Farsa sərbaz olub ki, Kürdünə savaşıbdır. Bu Farsdan ötürü ölür. Çünki Fars istəyir İranı saxlayar. Mən ki, İranı istəmirəm saxlayam. Mən ki, Kürdlərə demirəm ki, İran mənimdir, mən saxlayacağam. Mən ki, Kürdlərin əlindən imkanatını almıram ki. Kürdlər də eyni buna tabi. Əgər Kürdlər də bir Azərbaycanlı bilərək vururlar, tuturlar, əziyyət verirlərsə, onlar da məhkumdular. Onlar da bilmirlər düşmən kimdir. Bu çox önəmlidir ki, biz bilək ki, düşmənin xidmətində tamam o adamlar ki, idarələrdə işləyirlər və farsça deyirlər, dəsmal yəzdi. Bunlar, onları, nə deyirlər, türkcə gözəl bir kəlmə var buna, amma mən indi yadıma gəlmədi. Bunların hamısı şeydirlər. Xaindirlər bizim üçün. Bilərək, bilməyərək xiyanət edirlər.
Proqramı və anlaşmaların təməl içəriyi tam olaraq buydu. Deyir ki, o müzakirədə çıxan müzakirənin sonucu proqram. Dedik ki, yəni bərnamə, bərnamə özü ərəbcə sözdür. Onlar bərnaməc deyirlər. Ərz edeyim xidmətinizə. Bərnamə ərəbcə bir sözdür. Proqram bunun latincəsidir. Türkiyədə proqram işlənir. Və anlaşmalar, yəni o məvaddir ki, onun üstündə anlaşdılar. Anlaşma burada müqavilələr, qərardatlar, mətnlər ki yazıldı, hüquqi mətnlər ki yazıldı və hər iki tərəf bunun üstündə gedəcəkdir. Deyir, bunlar anlaşmalar təməl içəriliyi, onun içi, mühtəva, içəriliyi ərəbcə mühtəva sözüdür. İçəriliyi tam olaraq nə idi? Buydu ki, təslim olun, bizim əmniyyətimizi təmin eləyin, bizim dilimizi kültürel olaraq da bir imkanat biz sizə verdik, amma məsələn, o günləri bir nümayəndələr qanun keçiblər ana dili haqqında. Mən oxudum, gördüm ki, burada yazıb ki, bayət Farsi göstərdi. Ana dili ilə Farsının nə ilgisi var? Farsi elə ki, İranda ya ayrı yerlərdə oxudulmur. Dünyanın neçə məmləkətində, 50 neçə məmləkətində İran həm danışgədə yaradıb, yəni pul verib saxtaman tikiblər, həm ustadların hüququnu verir, həm də mənim kimi adamlara, deyir, ya xaricdə olanlar mənzurum, deyir ki, gəlin mənim danışqamda müftə dərs oxuyayım, hətta mən xərcizi də verim, burs verir. Yəni, mən indi burada gətirəm Torontoda ədəbiyyat-ı Farsi ya tarixi İran oxusam, mənə burs verir. Mənə döşürəmə burs verir. Və mən orada gedib oxusam, məsələn, bülbül kimi döşküranı mən məsələn əhamı alır 4 ilə, mən alıram 10 aya, 16 aya. Yəni, çox cəhməz. Amma bu qədər yəni, pul qoyur, milyardılar dolar Toronto danışqahında bir dənə danışgədə düzəldibdi. Burada 10-15 dənə ustad personelin hüququnu verir, ili başa baş. Bir də danışçılara, Kanadada olanlara deyir ki, hər kəs istəyir Fars dilində, Fars tarixində döşküra alsın, gəlsin, ya fouq lisan və döşküra. Gəlsin, burada mən burs verirəm, geçsin, dərs oxusun. O nümayəndələr bizə xiyanət edirlər. Təbriz, Azərbaycan, Türk nümayəndələr hər yerdə olur olsun, fərq eləməz. Qəşqaidəsində nümayəndələr əgər gəlirlər məclisə ana dili haqqında danışmırlar, əgər tohin təhqirin qabağını almırlar, qanun keçmirlər şaqa bizi, heç kəsin haqqı yoxdur. Bizi coç və tohin və təhqir eləyə. İndi bu məclisdə, yəni bir ümumi bir yerdə olsun, ya bir yazı bir şəklində olsun, ya kitabda olsun. Tamam bu kitabların hamısı gərək yığılsın. Amma belə bir şey yoxdur. Bu nümayəndələr bəllidir ki, burada bir şey geçir. Sümürgəci karlılığı istər seçərək, istər şans əsəri bulduqdan sonra bilə oynayacağı tarixsel rolun hənuz farkında deyildir. Sümürgəci, yəni o istemarçı. Sümürgəci o adamdır ki, indi Güney Azərbaycanın farsları Fars yəni. Karlılıq, kar sözü mənfəət deməkdir dostlar. Türkçədir. Mənfəətin sud ki farsdadır, onun türkçəsi kardır. Hətta qulaq da ki deyirlər filan kəs kardır. Bu da məsələn deyirlər özünü vurub karlığa ya kardır. Deyir ki bu da bir şeylər ki mənfəətinə də eşitmir. Məsələn, mən görmüşəm ki, iki nəfər o başda pıçıldaşır, bir dənə xanım buradan onları görür ki, baş tapır onlar nə deyir. Mən ki, məsələn, yaxından qulaq asıram, eşitmirəm nə deyir. Bilirsiniz, bu karlıq özü bir, hər halda oradan gəlir ki, o şey ki, istəyirsən, eşidirsən, eşitləmirsən, eşitmirəm, buna kar deyirlər. Ya məsələn, girdəkan kardır, içindən kamil o ləpəsi çıxmır eşiyə, bu kardır, yəni bir şeyləri özündə saxlır. Hətta xəsis anlamına da gələ bilər. Kar. Yenə də mənfəətdir, yəni mənfəətdir demək. Deyir ki, karlılığı istər-istəməz o qərarlıqdan sonra, istər-istəməz, istər seçərək, istər seçə, intixab eləyə, intixab ki, ərəbcə sözdür, onun türkçəsi, istər şans əsəri bulduqda, yəni bu şans əsəri belə bir kar, belə bir qazanc ələ gətirdilər. Belə nə olar? Oynayacağı tarixsel. Onun bir tarixsel
tarix içində oynayacağı rolun hənuz farkında deyil. Yəni hələ onun təsirin farkı burada təsir deməkdir. Hələ deyir onun təsirindən xəbəri yoxdur. Yəni əgər bir dənə qərardat yazılır və orada bir iqtisadi kar alınır, onun ayrı alanlarda təsirindən xəbəri yoxdur. Olacaqdır. Yəni iqtisad indi bayaqlar bir dənə Farsın videosunu gördüm. Döşkür mühəddisi qoyubdu. Çox sevdim bir şeydir yazdım. Təəssüfənə sonra necə olub itibdi, gedibdi. Tapa bilmədim o yazını. O adam deyir ki, əgər biz bir şey tolid edirik, bizi o tolid göstərir biz kimik. Biz tolid elədiyimiz şey göstərir ki, biz kimik. Bu sözün bir ayrı elmi şəkildə Döşkür Mehdi Mohseniyanrad illər bundan öncə demişdi ki, hər bir vəsilə və əbzar özü kültürdür və fərhəngdir və müsridir mütəəssifanə. İstərsiz istəməzsiz yayımcıldır. Müsri yəni yayımcıl. Yəni bu əgər siz məsələn bir televizyon düzəldir Japon ya elektrik süpürgə düzəldir ya bir buzdolabı düzəldir ya hər nə düzəldir, bu dünyanın hər yerinə gedirsə, o Japonun keyfiyyətini də aparır. Japonlulara inana bilməyi də aparır. Japonun güclülüğünü də aparır. Japonun yaradıcılığını da aparır. Japonun miniatürünü də aparır. Japonun filmini də aparır, kültürünü də aparır. Baxın bu, pəs hər kəs hər nəyi, onun üçün iqtisadi bir alanda bir qazanc əgər alır istemarçı əlinə, bunun hələ mümkündür. İndi ya təsadüfən alıbdır ya hər nə, deyir mümkündür ki, bunun hələ gələcəkçi təsirlərini özünün də xəbəri yoxdur. Necə ki, eyni tərsəsi də bu cürdür. Əgər biz bir iqtisadi, bir vəziyyəti əldən veririk, əşaya düşürük, veririk düşmənin əlinə, sümürgəçinin əlinə, bunun bizim ayrı alanlarımızda, yaşayışımızın ayrı bölümlərində, tariximizin, fərhəngimizin, təməddünümüzün, kültürümüzün o birisi sahələrdə nə əsər qoyacaqdır, nə etki buraxacaqdır, bunları bilmirik. Çünki iqtisad təsiri o birisi yerlərdə bir uzun sürədə təsir qoyacaqdır. Yeni konumunu anlama konusunda bir adım geridədir. Deyir ki, indi bu iqtisadi bir şey ki, ələ gətirdi, deyir bu yeni konumu, yeni mövqe, konum deməkdir, durum, mövqeyiyyət. Yeni konum, yəni taza əldə etdiyi bir mövqeyiyyət, anlama, bunu düşünmək, anlamaq, bəziləri desən anlır, anlamır, tohin deyil bu. Bu, yəni bunu düşünə bilir ya düşünənmir. Konusunda, konu mövzu bir adım geridədir. Deyir, bir addım dalıdır. Hələ bunu anlamaqda bir addım dalıdır ki, nə olacaq? Hətta sümürgəçi də bilmir nə olacaq. Çünki bunun təsiri göstərəcək ki, nə təsir qoyur. Biz məsələn Güney Azərbaycanın mədənlərin farslar aparırlar. Biz deyirik, fəqət budur. İş gücü gedir orada işləsin, farslaşmağa məcburdur. Çünki onların müdürləri farsdır. Bunlar gəlirlər evlərinə bunu düşünürlər ki, mənim uşağım sabahları iş tapmaq üçün məcburdur farsı danışa, pəs mən farsını öyrədim uşağıma. Bunu eləyəndə türkçü kitab almır. Türkçü kitab almayanda gedir farsı kitab, farsı ruznamə, farsı məcəllə alır, farsı film alır, farsı karton alır, uşaqlarına baxır, özü baxır filan. Nə olur? Bu tərəfdən türkçü kitablar getdi dalıya, farsı kitablar gəldi üstə. Bu tərəfdən millilik, kimçilik, Azərbaycancılıq getdi dalıya. Yəni baxın gedir üzdən o birisi tərəfə. Hər sahədə bizə bu təsir qoyur. Məsələn nümunə vursaq, o filmi ki türkcə düzəlir, neçə 100 min nəfər getdi onu baxdı. Bunun təsirini görür. Bu elə gedir orada onu görür ya Çoroğlu tamaşası ya o birisi ya bu birisi. Bunları görürsünüz ki insanlar gedib görəndən sonra bir dünya şeylərinə baxırlar. Film özü bir iqtisadi bir şeydir. İqtisadi bir şeydir. Film özü, indi bunun içindəkindən siz kültürel bir məhfum götürürsünüz, o başqa. Amma orada milyonlar tümən qoyublar, oyuncular gəliblər, oynayıblar. Əslən onlara Azərbaycan və Azərbaycan dili mühüm deyil.
Onlar istəyirlər ki, buradan pul qazanalar. Amma onun təsiri nədir? Onun təsiri buradan keçir ki, filan xariclərdən gəlir, orada durur, deyir ki, sən panfarsan, sən faşistsən, mən sənin qabağında duraram, sən haqqı yoxdur ki, dinlə şey eləyəsən, sənin kollə ədəbiyyatı yıxsalar, Şəhriyarın bir şey beytisən, ədəbiyyatın, tarixi ədəbiyyatın yoxdur. Nə olur bu? O iqtisadi şeyin, təməlin etkiləridir, təsirləridir. Aslında bunun olması uzun sürməz. Amma deyir ki, bu cür, üzr istəyirəm, mən bir sətir elə bir şey atlamışam. Tamam. Bu çarın kökəninin və önəmini də kavraması gərəkdir. Deyir, amma bu çar ki, ələ gətirdi iqtisadi cəhətdən və çoxun bilmir nədir? Bunun kökənini, yəni bunun kökünü və önəmini, əhəmiyyətini, kök dedik, yəni rişə, zoğ, türkçəsi zoğdur, kökdür. Deyir, bunun önəmini də kavraması gərəkir. Kavraması, yəni bunun zehnində bunu salıb çıxması gərəkir. Kavramaq, yəni zehnidə bunu analiz eləmək gərəkir. Analiz kəlməsinin yeri nədir? Analiz də ingiliscədir. Aslında bunun olması uzun sürməz. Deyir, belə bunu qavramaq çox uzun sürməz ki, baş tapasan ki, nə qədər təsir qoyur. Çünki sümürgələşdirənin çəkdiyi səfaləti və bu səfalətin kəndi rahatlığıyla ilişkisini nə qədər sürə görməyə bilərdir. Deyir ki, tamam, bağladım. Dostlar, çox üzr istəyirəm. Deyir ki, deyir, çünki sümürgələşdirənin, yəni bizim ki, sümürgələşdirmişik beynimizi, iqtisadımızı, toprağımızı, fərhəngimizi, kültürümüzü əldən vermişik. Çəkdiyi, yəni çəkmək da, yəni çəkdiyi səfalət. Səfalət yəni əşalıq, pislıq, pis günə qalmaq. O pis günü ki, çəkmişik, görürsünüz də burada mənası belə çıxır. Deyir ki, və bu səfalətin kəndi rahatlığı, deyir, bu səfalətin bir iddə adamın mənfəətinədir. Onu biləcəkdir, istemarçının nəfi nədir? Güney Azərbaycanda biz farslara işləyirik, farslar bizi talan edirlər, bizim səfalətdə pis durumda yaşamamız onların rahatlığı ilə ilişkisini, yəni onun əlaqəsinin ilişkisini nə qədər sürə görməyə bilər ki, nə qədər zaman görə bilməzsən ki, biz işləyirik, İsfahan çökəlir, Şiraz çökəlir, Simnan çökəlir, Yəz çökəlir, Kaşan çökəlir, Tehran çökəlir. Bunu necə biz görmərik, dostlar? Deyir ki, bunu biz görməyə bilmək olmaz, yəni görəcəyik xətmən. Bu kolay çarın ancaq başqalarının əlindən zorla alındığı üçün bu kadar böyük olduğunu kavrar. Deyir ki, bu kolay çarın, yəni bu rahatca ələ gələn mənfəətin, bu rahatca ələ gələn çarın ancaq başqalarının özgə də türkdür, başqa da türkdür, özgələrinin əlində zorla alındığı üçün bu kadar böyük olduğunu kavrar. Deyir ki, o sümürgəçi bunu buzdan bilər. Hardan bilər? Çünki özgələrin əlindən alıb özünə çox fayda qazanıb, kar qazanıb. Oradan bilər ki, bu fərq var. O səfalətdə yaşır, mən rahatlıqda yaşıram. Bu deyir, çox çətin bir şey deyil düşünməsi. Qarşıcası, qısacası bir taşla iki kuş vurur. Deyir ki, qıssa desaq, xülasə. Qıssa yəni xülasə. Xülasə desaq, deyir ki, bir daşla daş. Biz daş deyirik, ədəb dilində və ağzın türkçə, İstanbul, Türkiyə türkçəsində taş deyilir. Bir daşla iki kuş vurmaq. Deyir, həm karım çoxaldı, həm onlar getdilər əşaya. Və nə qədər getdilər əşaya, səfalətə girərlər. Səfalətə getdikcə milliyyətçilikdən uzaqlaşarlar, dostlar. Çünki bir adam ki, ac qalır, onun tamam istəyi budur ki,
Bir dişə çörək tapım yeyim, özüm və əhlə-yalım məsələ. O da kitab oxuyun, vətən nədir, dövlət nədir, bunlar ona qulağına keçməz. O gəlib kitab oxumaz. Yəni biz çox da türkləri məhkum eləməyək özümüzün camiəmizdə. Tökülür elə, hər kəs yetişir, Türkiyə bir dana daş atır, gedir. Yox, bu işi görməyək. Bunu görək ki, sümürgəçi elə bir siyasət götürüb, sən günü-gündən daha çox zəifləyəsən. Biz demirik Tehranda, orada, burada fars şey yoxdur, aclıq yoxdur. Amma gələk, axtaraq, görək ki, icazə versinlər, təhqiq eləyək. Görək ki, elə biz təhqiq eləyək, mən təhqiq eləyərəm bax. Görək ki, İranda fars olan adamın illik gəliri nə qədərdir? Maşını, müsafirəti, evi, eşiyi nə qədərdir? Türklərinki nə qədərdir? Yəni görək ki, məsələn Tehranda yaşayan bir türkün evi var ya yox, kirayədə tutulur ya yox, maşını var ya yox, nələr yeyir ayın içində, bir ilin içində nələr yeyibdi, nə qədər yeyibdi, əslən nə qədər qazanıb ki, nə qədər yeyə. Görək bir farsın ki, nə qədərdir. 4 dana bəqqalı, çəqqalı görsətmək dəlil deyil ki, məsələn Tehranda deyək ki, 50 dana, 100 dana türk bəqqal var, 200 dana, 500 dana türk bəqqal var. Yoxsa bəqqalın işi hara, o sistem ki, adam gedir orada həftədə 1-2 saat işləyir, işləmir, 300 milyon, 400 milyon hüquq alır ayda, o hara. İldə bunların bəzisini mən görürdüm, karanə deyirlər, padaş deyirlər, bu 2 dana ayrı-ayrı hərəsini neçə milyard padaş veriblər. Həmin ki, deyirlər, İran nasyonal, bu İran xodrodur, nədir, bunlar zərəl verir. Bunların müdürlərinin əlindən karanələrin, yaranələrin, təxfiflərin, padaşların, izafəkarların alsalar, o karxanaların hamısı mənfəətə yetişər. Kəndi ayrıcalığını kəşf edərkən sümürgə halkının mövcudiyyətini də kəşf edər. İndi deyir ki, bir dənə ittifaq düşəcəkdir bu adamın zehnində. Sümürgəçini danışırıq da əslində. Deyir, sümürgəçi kəndi ayrıcalığını təbiiz ki, benəf fars hast, beləsi. O təbiiz, o ayrı seçkilik. Ayrıcalıq, ayrı seçkilik. Ayrıcalıq, yəni təbiiz. Türkçəsi təbiiz ərəbcə sözdür. Bunun türkçəsi ayrıcalıq. Ayrı seçkilik. Bu ikisi də işlənir. Deyir, bu ayrıcalıq, yəni təbiiz ki, mənim nəf'imədir, yəni istemarçının nəf'inədir. Mən indi fərz edeyim, istemarçıyam, siz də müstəmirəsiz. Deyir ki, bu ayrıcılığı ki, mütəvəccüh oluram, rahat iş tapıram, rahat pul qazanıram, rahat maliyyatım azdır, filan bəhman. Mədrəsədə lazım deyil, mən 2 dildə dərs oxuyam. Mən məsələn, lazım deyil, türk oxuyam. Amma o türk lazımdır, fars oxuyam. Fars dili oxuyam və fars dilində mənlə riqabət eləyəm. Əgər hünərdir, fars gəlsin, mənlə türk dilində riqabət eləsin, mədrəsədə, ya elə xiyabanda, idarədə. Görək ki, eləyə bilərmi? İndi farsların yüzdə neçəsi türkü başarır. Türklərin yüzdə neçəsi farsını, pis də başarsa, ləhcə ilə də başarsa, başarır. Farsların yüzdə neçəsi türkcəni ləhcə ilə belə danışa bilər. Sıfırı. Sıfırı. İndi farslar gəlsinlər bizlə türkcədə riqabət eləyək. Hər şey çevirək türkcə, bir 10 ildə çevirək türkcə, 100 ildə çevirək türkcəyə bizlə riqabət eləsinlər, görək ki, onlar eləyə bilirlər, danışarlar ya yox. Deyir ki, o zaman ki, mütəvəccüh oldu sümürgəçi ki, mənim nəf'imə, mənim karıma bir ayrı seçkilik və təbiiz var, bunu kəşf edərkən, bunu kəşf elədi, bildi. Kəşf etmək yəni bildi, tapdı. Deyir ki, onda nə olar? Sümürgə xalqının, Güney Azərbaycanın da mövcudiyyətini də kəşf edər. Onların mövcudiyyət ərəbcə sözdür, farsca müadili fikirəm yoxdur. Budən sözündən gəlir, bud ya həsti. Fikirəm bu 2 dana farsda vardı, əgər olsa, budəndən ki, feil yoxdur, həstidən gələkçələr. Amma bunun türkçəsi varlıq, mövcudiyyətini də kəşf edər. Deyir, o zaman ki, bildi, bir istemarçı, bir fars bildi ki, mən rahatca işə gedirəm, maliyyatım azdır, mənim imtiyazlarım ondan çoxdur, türklərdən, ərəblərdən, bəluçlardan çoxdur. Bunu ki, düşündü. Deyir, elə bunu düşünəndə bilər ki, bax, biri mən varam, bir dana da ərəb, bir dana da bəluç, bir dana da türk, bir dana da türkçə, bir dana da qəşqayı. Və mən onları təhqir edirəm. Əslən, bu ki, bu təhqir edir, cök deyir, ha dostlar.
Bu sümürgecinin zehnində özün üstün gördüğü üçün sümürgecinin zehnində özün üstün gördüğü üçün bu yaranır ki, bir mən varam, mən üstünəm, onu təhqir edə bilirəm. O da aşağıdır məndən. Əslən bu rəvani bir məsələdir. Yəni dedim bu kitabda rəvanşünasanədə danışır. Elə biri də budur ki, deyir ki, o zaman ki sən gördün ki, sənin mənfəəti və bir üstünlüklər var. Buradan bilirsən ki, bu qabaqda bir ayrı millət var ki, mən onlardan üstünəm. Bəs onları da kəşf edirsən. Sümürgənin sadəcə və sadəcə yerləşimcilər ya da sümürgələrdən ibarət olmadığını da biliyordu əlbəttə. Sümürgəçi, yəni bir fars məsələn, əlbəttə ki bilirdi nə mənə sümürgənin, yəni Güney Azərbaycanın, Ərəbistanın filanın sadəcə və sadəcə yerləşimciləri. Deyir ki, sadəcə yerləşimcilər, yəni onlar iki ayrı yerdən çöküblər, gəliblər, burada yaşırlar, amma yer sahibi deyirlər. Məsələn, bizlər ki, Kanadaya, Amerika gəlmişik. Ya da sümürgələrdən ibarət olan, ya da ki, sümürgə dedik bizlər də, sümürgələrdən ibarət olan insan və topraq dedik sümürgə olur. Və beyni, insan deyəndə insanın beyninin ibarət də, heyvanlar ki, öz-özünə sümürgə olur. Biz insanlar heyvanları sümürgəmizdir bizim. Çünki biz mal heyvanı işlədirik, minirik, müsabiqə aparırıq, onlardan mənfəət qazanırıq. Məsələn, toyuqlar, üzrəm, xoruzlar, itləri bir-birindən savaşdırırlar, atla qaçırlar, nə bilim, heyvanları kəsirlər, satırlar. Bu bizim sümürgəmizdir. Biz onları sümürürük əslində. Biz onları istimar edirik. Fayda qazanırıq da onlardan. Fayda budur. Əslində sümürgə budur. Deyir ki, sadəcə yerləşimcilər ya da sümürgələrdən ibarət olmadığını, yəni sümürgənin sadəcə bu ikidən ibarət olmadığını, yəni bunlardan olmadığını biliyor əlbəttə. Əlbəttə ki, bilir ki, sümürgə sadəcə o adamlar ki, bura yerləşiblər, gəliblər, onlar deyil. Çünkü çocukluğundaki kitaplardan, sümürgəçi çocuklarında kitaplardan sümürgələştirilən insanla ilgili bir fikir edinmiştir əlbəttə. Deyir ki, bu sümürgəçi, bir dənə Amerikalı, bir dənə İngilisi, bir dənə Fars sümürgəçi çocukluğunda belə, uşaqlığında o kitablar ki, mədrəsədə ya nağıllarda oxuyur, ya o kartonlar ki, görür, o kitablardan sümürgələşdirilənin, yəni bizim ki, Güney Azərbaycanlılar, ərəblərin insanla ilgili, yəni bizim kimi insanla ilgili bağlı bir fikir edinmişdi əlbəttə. Bir fikir edinmişdi, yəni etmişdi, ələ gətirmişdi. Uşaq deyir ki, o kitabları ki, oxuyur, bu da yenə rəvanşünasidir, dostlar. Deyir, uşaq o kitab ki, oxuyur balacalığında, məsələn, mənim nəvəm var, 4 yaşı var, 150-200 kitab oxuyub, heç olmasa və mən bunu iddia edirəm. Əgər İranda bir canavərşünas, doktoray canavərşünası, əgər mənim nəvəmcən ittilatı olsa heyvanlar haqqında, xüsusən Kanadada olan və tarixdə olan heyvanlar haqqında ittilatı olsa, mən o nə desə elərəm. O desə panfarsol olaram. Bu uşaq o kitabı oxuduqca bir şey burada ələ gətirir. Burada bir şey edinir, yəni ələ gətirir. Gözəl deyir, cümlə çox şairanə edinir. Elə bir ki, biz bunu bir iş görürük. Əslində görürük da, bizim zehnimiz bunu alır özünə. Biz onun üçün sümürgədən kitablarda farslar bir şeylər alırlar zehinlərinə, Azərbaycanlılar. Hər vaxt, diqqət buyurun, dünənləri, həmin o tarixçi bir gözəl bir cümlə dedi, Təğizadənin dilicən Qacara görə danışır. Qacar Şah, Məhəmməd Əli Şaha görə danışır. Mən saydım 16-17 dana söyüş yazırdı albadal. Bu, o uşağın zehninə ki, tarixi oxuyur, biğeyrət idilər, əyyaş idilər, şəhvətbazı idilər, arvadbazı idilər, zalim idilər, diktator idilər, adamcıl idilər, filan idilər. Bunların hamısı uşağın zehnində keçir. Bu kimdir Qacar? Qacar kimdir? Elə bunu soruşur da, hər kəsdən olsa soruşacaqsın. Qacar kim bu? Türkdülər. O, türklər belədilər. Türklər zalimdilər, filandılar, bəhmandılar.
Uşağın zehnində bir şey oldu. Bəs onlar bizi işğal eləyiblər. Türklər yağı idilər, köçəri idilər, vəhşi idilər, gəldilər bizim torpaqlarımızı işğal elədilər. Və bizim həqqimizdə onları əzaq, onları öldürək, onların dilini aradan. Baxın, bu uşağın zehnində yaranır istər-istəməz. Onların gələnəkləri üzərinə tərcihən tuhaflıqlarını göstərmək üzərə seçilmiş belgesel bir film izləmişdi. Muhakkak sözünün ərəbcənin türkləşməsidir. Muhakkaka ya muhakkak, yəni hətmən %100 bu uşaqlığında bir dana nə görmüşdü? İndi onu deyir. Deyir ki, onların, yəni uşaqların gələnəklərində, gələnək yəni ürflərində, ürf adətlərində, üzərinə, yəni onun ürf adətlərinin içində, özlərində, məsələn, farslar içində danışır da, məsələn, deyir ki, məgə tor ki, yəni istir desən ki, düşünmürsən bəyə, istir deyək ki, düşünmürsən ki, məgə tor ki, bu nə oldu? Gələnəksel onların içində bir ədəbsizə, ya düşünməzə, ya bir tohində forən o məgə torkini deyən kimi uşağın zehnində bu keçir ki, türk bir əşağa bir şeydir, mənə yaman dedi. Necə məsələn biz deyirik ki, məgər eşkəksən, yəni ki, əşağaladıq da, yəni sən eşkək deyilsən, əgər eşkək deyilsən, bu mən dediyimi düşün, ya başlap, ya işlə. Amma o zaman ki, məgər eşkəksən, yetidə məsələn şaya, yəni eşkək əşağadır, sən də eşağı olma. O zaman ki, sən deyirsən, məgə torki, gətirirsən bu ki, sən də bu türk qədər bir şeysən, yəni əşağasan. Bu həman o üstünlüğün dostlar dediyim şeyidir. Üzərinə, gələnəklərin üzərinə tərcihən tuhaflıq əcib görsənən, fərqli görsənən, əcib qəribə görsənən göstərmək üzərə onları əcib qərib görsədir. Dedim da, məsələn, Türkçə misal vurdum elə özüm. Onu əcib qərib görsətməsi seçilmiş belgesel bir film də, deyir, hətta belgesel bir film də nə eləmişdi? Seçilmiş bir belgesel yəni müstənəd. Belgə yəni bərgə, kağaz. Belgesel yəni kağazlı, sənədli, yəni bəlli. Belgesel indi olub müstənəd. Müstənəd yəni sənədli də. Sənədli bir filmi də belə izləmişdi muhaqqaqa. Hətmən ki, bir dana da belə film izləmişdi ki, məsələn, türklər belədilər, elədilər, görsədir, indi bir film görsədirlər, məsələn deyirəm, bir tireli aşıbdır, türklər orada meyvəni daşırlar. Türklər qarət edirlər. Ya məsələn deyirəm, məsələn, o xəbəri görsədir, məmulən bunu yazmazlar ki, yek fars, məsələn, Şirazda dünənləri bir dana kişi 4 dana arvad öldürübdü, nə edibdi? Belə bir xəbər çıxdı, məsələn, bilmirəm, indi Şirazda idi, harada idi, uşağın başını kəsiblər. Əcib, çox belə cinayət olub, Şirazda idi fikirlər. Məsələn, bunu məmulən yazmazlar, yek Şirazi, yek fars Şirazi. Amma əgər bir dana Qəşqayı orada görsə, yazar ki, yek məsələn, yek Qəşqayı, yek Turk. Niyə yazmır fars? Çünki, məsələn, o bir dana ər-arvad var idi, oğlu kargərdan idi, neydi, onu doğramışlar, yığmışlar, sonra çıxartlar qızlığında, adamadında doğrayıb öldürübdü, məsələn, bunu. Onu bilafasilə yazdılar ki, bu kəleyvərlidir, bu türkdür, o uşağın zehnində nə çıxdı? Türk qatildir. Oğlunu da öldürər, doğrar, kisiyə yığar. Gəlinin də öldürər. İndi ondan sonra qız uşağı olsa, deyər ki, mən heç vaxt türk arvadı olmayacağam. Çünki bunlar gəlinlərin doğrayıb dökülür ora. Diqqət buyurursunuz. Bu elə o şeydir ha, bunlar hamısı belgesel kimidir. Yəni biz elə filmin adı müstənəd deməzlər ki. Siz orada bir dənə xəbər ki qoyursunuz, ona bir ünvan verirsiniz, türk, ərəb, lor, bəluç, türkəmən, qəşqayı. Yəni bunlara bir zehniyyət düzəltdin. Hamının milliyyətin yazırsan, farsı yazmırsan. Farsı yazmayanda tamam cinayətlər yazılır onların altında. Fars milləti ağ olur, cinayətsiz olur, oğurluqsuz olur. Bunun bir ayrı anlamı da var. Yəni bunların bir məziyyəti vardır. Bunlar oğurluq niyə eləmirlər? Yəni çünki rifahdadılar hətmən daha. Bunlar uşaqlarını niyə öldürmürlər? Hətmən bunlar çox insandılar da. Bunlar biz bilməliyik ki, istemar bu yollarla bizim başımıza nə oyun keçir. Amma bu insanlar özəlliklə hayal gücünə, kitablara ya da sinema alanına dahildir həb. Deyir ki, bu uşaqlar
bu cür fikir yaratmaq sümürgəçilərin içində sümürənin əleyhinə, ziddinə yaratmaq deyir ki, bu insanlar özəlliklə hayal, qüvvə, təfəkkür, hayal, xiyal gücünə elə güclü, kitablarda ya da sinema alanında, sinema ərsəsində, yəni hünərdə dahildir bunlar. Deyir ki, fikirləmiş fəqət müstənə fəqət kitabdır. Yox, elə deyir, bu hər yerdə vardır. Ki, insanların zehnin beləsi dönərlər. Onlarla ilgili qayğıları dolayılıdır ya da kısmidir. Deyir ki, o adamların ilgili, bu uşağın zehnində, o məsələn, türklərlə ilgili fars uşağının zehnində onlarla ilgili qayğı, nigerançılıqları, fikirləri, düşüncələri, amma şək içində. Qayğıları dolayıyla da ya da kısmidir. Deyir ki, ya elə müstəqim, dolayı müstəqim ya da qeyri müstəqim. Deyir, bu yaranır onun zehnində. Tüm ulusuna ait külfət, kolektiv imajlar, əskeri dastanlar ya da bəlirsiz stratejik düşüncələr aracılığıyla ilgilidir onlarla. Deyir ki, tüm ulusuna, deyir, bir adamı görsədərlər, deyərlər, o Türk, məsələn deyək, haradaydı bir adam deyirlər, 4 dənə arvad öldürübdür Güney Azərbaycanda. Bunu deyirlər, neçə ilin içində öldürüb, amma bu inçadıblar. Deyir ki, məsələn, Mərağəli bir türk, məsələn, ya bilmirəm, Miyanalı, hər yerdə deyilsələr, mühüm deyil, o mühümdür ki, o şəhrin və şeyin adını çəkir, millətin adını çəkir. Deyir, onu deməz ki, fəqət bu adam, diqqət buyurun, deməz fəqət bu adam. Çünki əgər desə ki, İnsafəli cinayət eləyibdir, bu bir adam olur. Amma desə ki, İnsafəli türk, ya Təbrizli İnsafəli, ya İnsafəli türkçü İnsafəli, bunu baxın, hərəsində bir şey var. Təbrizli deyəndə Təbrizli nə yağına yazılır mənim cinayətim? Çünki zehnə gələn Təbrizlilərdir. Deyəndə ki, türkçü, tamam Türk dünyasının ayağına yazılır mənim cinayətim. Amma İnsafəli deyəndə fəqət mənim adıma yazılır. Millətin adına. Amma deyir ki, nə olur? Ulusuna, yəni mənim millətimə, ulus yəni millət. Bu millət sözü ki, ərəbcədir, onun qədim türkçəsi eldir, indi onu moderndir sağda ulus deyə işlədirlər, ulusuna. Yəni bir millətin hamısına. Məsələn, deyir ki, Tork. Tork deyəndə tamamən o cinayət türk millətinin ayağına yazılır. Yəni hər vaxt sən türk eşitdin, filan yerdə də türklər cinayət eləmiş. Türklər deyir. Tork, ha. Aid kolektiv. Kolektiv tümdə toplumsal, kolliyyət, umumiyyət, kollektiv. İmeclər, təsəvvürlər, filmlər, düşüncələr yaradır zehnidə. Əskəri dastanlar, onların haqqında müsəlləh silahlı qüvvələr nağılları. Əskər öz elə dostlarım bir yazmış ki, ərəbcə əgər İmam Ərəbistanda C yoxdur, nədir? Həsən Əskəri deyiblər. 11-ci imamın ki, ərəbdir, nədir? Buna Həsən Əskəri deyiblər. Hə, dostlar, bu əskər sözü türkcə sözdür. C sözü türkcədir. Farsda yoxdur C. Məsələn, bunlar coftu demirlər ki. Qoftu deyirlər, qafla deyirlər. Qoftu deyirlər, coftu demirlər. Gürbə demirlər. Amma məsələn, ləşgər deyirlər. Ləşgər. Burada C deyirlər, amma ki yazırlar. C deyil, yazır ləşgər, özür istəyəm, ləşkər, oxuyur ləşgər. Yenə türkçə oxuyur. Çünki bunlar türk lüğətdir ki, gedib farsların içinə, bunlar farslar da bunu değişdirəmirlər. Hələlik değişdirəmirlər. Bunu ki, mən dedim ki, gələcəkdə değişdirəcəklər. Tüm ulusuna aid kollektiv imajları, əskəri dastanlar ya da bəlirsiz stratejik yazılır. Türkiyədə əvvəlinə iyi gətirmirlər, stratejik demirlər, stratejik deyirlər. Bəlirsiz, yəni qeyri-məlum, naməlum. Naməlum stratejilərdən düşüncələr toplanır. Düşüncə dedik, fikir, təfəkkür.
aracılığı ilə deyir, bu düşüncələrin, bu stratejilərin, bu nağılların, bu kitabların, bu filmlərin, bu sinemaların, bunların aracılığı ilə, aracılıq vəsiləsi. Bunların biz aracı nəyə deyirik? İki nəfər bir-birinə savaşır, onların arasında girir ki, bunları aralasın. Buna deyirlər aracı. Vəsilədir də əslində. İlgilidir. Bunun zehni onlarla ilgilidir, onlarla. Baxmamışdım sahada, görüm ki, nə qədər olubdur. Mən əslində bir səhvə qurtuldum. Bir paragraf da oxuyaq ki, heç olmaz. Kəndisi də bir sümürcəyə getməyə qərar verdiyi zaman onlarla ilgili az-çox qayğı duymuşdu. Deyir ki, bu sümürcəçi kəndisi, yəni bu bir sümürcəçi özü, hər kəs olursa, kendisi də bir sümürcəyə, bir torpağa, Güney Azərbaycana, Güney Türkmənistana, Qəşqayistana, türklərin torpaqlarına, ərəblərin torpağına gedərkən sümürcəyə getməyə qərar verdiyində, o zaman ki, qərar verdi ki, mən gedirəm, qərar vermək, qərar ərəbcə sözdür fikirlirəm, deyir ki, qərar verdi, getsin ora, o zaman nə olar? Onlarla ilgili az-çox, onlarla, yəni bu sümürcədə yaşayanlarla az-çox da olsa, ya az ya çox, qayğı duymuşdu. Bir şeylər, nigeranlıqlar olmuşdu. Bir fikirlər şeyləmişdi. Deyir, yəni o zaman ki, qərar verdi, getsin Güney Azərbaycanda, Ərəbistanda yaşasın. Deyir ki, mən getsəm ərəblərin içinə, məsələn, bunlarla nətr eləyəcəm. Dil məsələsini nətr eləyəcəm. Xiyabana çıxanda nətr eləyəcəm. Bunlar vurarlar, vurmazlarlar, nətr eləyərlər. Amma rahatsız edə biləcək iklimdən ya da çox fazla kireç içerdiği söylenen sudan duyduğu kaygıdan daha fazla değil. Deyir ki, düzdür bu adamlara göre çok da düşünər. Dedi da üstə. Deyir amma rahatsız edilebilecek. Deyir o şey ki onu rahatsız edə. Rahatsız edə yəni rahatlığın əlindən ala. İklimdən. İklim yəni Farsça dilində ab hava, biz deyək ki yer. İklimdən topraq. Mahal desək daha yaxşıdır məncə. İklimdə ya da çox fazla kireç. Kireç yəni kirli. Bulanlıq su. Kireç İçeridiği yani içinde olan da suyun içinde kireç vardı. Söylenen sudan o su deyirlər ki suları onların kirlidir. Ya bulanlıqdır. Ya təmiz deyil. Deyir bundan daha çox qayğı duyduğu qayğıdan daha fazla deyil. Deyir ki bundan çox nigeran olar ki su məsələn aludədir, təmiz deyil, təsviyə şudədir. Yaxı, Farsda deyirlər təsviyə. Su ki təsviyə olmayıbdır, təmizlənməyibdir, ona çox qayğı elər ta adamlara. Diqqət bunu, adam ona önəm daşımır. Çox budur ki, mənim sağlığım nə cürdür? İşte bu insanlar artıq birdən-birə coğrafi ya da tarihi dekorun basit bir biləşini olmaktan çıkmışlar. Yaşamında bir yer edinmemişti. Deyir tamam. Deyir ki işte yani budur. Bunu bildik yani burada misal vurdu. Bu insanlar her şey neçə nəfər ki o Fars gəlir ora artıq birdən-birə deyir ki coğrafi ya da tarihi köklərin dekorun basit hemen basit sadə bir biliş yani bilmək bir məlumat sadə bir məlumatla deyir ki onlar coğrafisin və ya tarixin birdən-birə değişdirməz olmaqdan
çıxmışdır. Deyir ki, bunun bəlişini, yəni bunun bilməsini, bunun şeyinə deyir, çıxmışdır bunun ki. Yaşamında bir yer edinmişdir. Deyir ki, bu tarixi vəziyyətdən, yaşayı vəziyyətdən çıxıb bunun yaşamında, yaşamın tərzində bir yer eləmişdi özünə. Dostlar, fikir edirəm ki, kitabımızın vaxtı qurtuldu. Mən sabahdan buna biraz vaxt qoyum, bəlkə eləyə biləm, ya çox ola, çox baxam. Sağ olun, 38-ci səhifənin 1-ci paragrafını oxuduq, PDF-inin, amma 29-cu səhifənin bir paragrafını oxuduq, çap eləsəz. Sağ olun, sizə sağlıq arzulayıram, hələlik.